Müslümanın dalında hiç duran yok diye başa düşürsən. Yoxdur. Ama bu erməniləri bütün dünya dəstəkləyir. Ama üzr istəyirəm. O vaxt Azərbaycanlıları oradan köçürəndə mən də getmişdim Qarabağa. Ermənilərləri döyə oradan çıxardı Azərbaycanlılar. Hadi. Ama bir adam bir şey demədi. Etiraz eləmədi. Bir adam bir şey demədi. Yani Ermənistan faktiki olarak Dağlıq Qarabağda etnik təmizləmə aparıbdır. Ermənistanda aparır. Ermənistan'da aparıbdır və Dağlıq Qarabağın ətrafında olan təmiz Azərbaycan rayonlarında etnik təmizləmə aparıb. Ama bir adam onları qınamır buna göre. Bir devlet onları qınamır. Dünyada bir devlet, bir Türkiye'den bir de İran'dan safayım. Ermənistanı təcavüzkar devlet kimi tanımır. Başa düşürsünüz yoksa? İran tanıyır ama Başqa cür. İslam konferansı da tanıyır. Çünkü İslam konferansında yegane yerdi ki biz İslam konferansında qətnamələr çıxardırıq Ermənistanın Azərbaycanın təcavüzü hakkında. Ama o qətnamələr de orada kalır. Orada kalır. Reallık bundan ibarettir azizlerim. Bundan ibarettir. Siz bunu düşünün. Dünyanın reallığını düşünün. Bu reallığı çoxları bilmir ama ben bunu bilirəm. Ve bu reallıqla hesaplaşmak lazımdır. Başa düşürsünüz mü?